28 may 1918-ci il. Bu gün Azərbaycan üçün ən mühüm günlərdən biridir. Çünki həmin gün Tiflis şəhərində, indiki Tbilisidə Azərbaycanın müstəqilliyi elan olundu və Azərbaycan Demokratik Respublikası yaradıldı. O, Şərqdə ilk demokratik respublika idi. Azərbaycan Demokratik Respublikası Siyasi Xadimlər və Müsavat Partiyası tərəfindən yaradılıb. Azərbaycan Demokratik Respublikasının yaradılmasında rol oynayan şəxsiyyətlər barədə məlumat verək. Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə, ilk baş nazir və hökumətin qurucusu Fətəli xan Xoyski, ölkəni xaricdə təmsil edən diplomat Əlimərdan bəy Topçubaşov, baş nazir Nəsib bəy Yusifbəyli, hərbi nazir və ordunun yaradılmasına cavabdeh şəxs Səməd bəy Mehmandarov. Azərbaycan Demokratik Respublikasının yaradılması ilə Azərbaycan müstəqil dövlət oldu. Demokratiya, parlament, seçkilər və çoxpartiyalı sistem yarandı. Qadınlara səs vermə hüququ verildi. Ordu, hökumət və qanunlar formalaşdı. Xalqın birlik hissi gücləndi. Digər ölkələr Azərbaycanı tanımağa başladı. İki il sonra, 28 aprel 1920-ci ildə Azərbaycan Demokratik Respublikası mövcudluğunu itirdi. Çünki SSR Azərbaycanı işğal edərək hakimiyyəti zorla ələ keçirdi. Amma xalq öz azadlıq ruhunu itirmədi. 71 il sonra, 18 oktyabr 1991-ci ildə Azərbaycan yenidən müstəqilliyini bərpa etdi və bu gün Azərbaycan böyük inkişaf yolu ilə irəliləyərək dünyada nüfuz sahibi olan dövlətə çevrilib. Biz beynəlxalq arenada öz səsimizi ucalda bildik.